Salam hər kəsə. Bugün ikinci hissəni davam edirəm Şəhidlər poemasının. Bundan sonra mənim günahlarım hissəsi gəlir, amma bu verilməyib. Mənim günahlarım hissəsində isə deyir ki, mən sənə həmişə buyur demişdim, səndən haqqımı istəməmişdim. Üfüqdə bir işıq görəndə səndən iynə boyda haqq istədim. Sənsə dedin, mənə bol pambığın, neftin gərəkdir. Gülüstanda məhkum olunan haqqını indi tələb eləyirsən. Yəni sən bunu bizə ruslar deyir ki, sən Gülüstanda məhkum olunan haqqını indi tələb eləyirsən. Mənə sən lazım deyilsən, mənə pambığın, neftin gərəkdir. Qanını sorulduğunu minnətdar olmusan. İndi qanını tökürəm, haray qoparırsan. Yəni qanını sormuşam, sorulduğuna minnətdar olmusan. Eyni şey Səsli qızda da var idi. Səsli qızda deyir, insan qəribə bir məxluqdur. Onun qanını sorursan, qanını hortladırsan, içirsən, əzirsən, tapdalayırsan. Deyir ki, yəni heç nə demir də, boyun əyir sənə. Razılaşır bu elədiklərin zülmlərlə, razılaşır. Burada da deyir ki, sən vaxtilə sənin qanını sormuşam, sorulduğuna minnətdar olmusan, indi qanını tökürəm, haray qoparırsan. Dedim ki, günahımı başa sal mənə. Bilmədin ki, günahın bir deyil mindir. Ən böyük günah isə gözəlliyindir. Yəni Azərbaycan nəzərdə tutur. Bol daşınan sərvətindən bir ovuc, bir qırıq sənə pay düşməyini, əsarətinin bitməyini istədin. Sən məndən icazəsiz, daha doğrusu sən məndən icazəsiniz qanmaq, duymaq istədin. Ayağını mənim çəkdiyim cızıqdan kənara qoymaq istədin. Öz torpağında qul olduğunu bağırmaq istədin. Zülm içində boğulduğunu çığırmaq istədin. O səndən bir qarış torpaq istədi. Niyə xətrinə dəydin? Sənə dedim ki, onun istəyinə barış. Sən isə tərəzinin gözünü əydin. Bir dəfə də geri çəkilmədin. Erməni zinkləri qıranda sən də neçəsinin qanını tökdün. Mən sənin qanını tökdüyüm zaman nifrətlə baxdın. Sən hansı cürətlə mənim tankıma çırtma vurmusan. Bax, bütün bunlar sənin günahlarındır. Biz bu töhmətləri necə götürək? Haqlı olduğumuz halda haqsız olmuşuq. Darı buğdadan qiymətli olub. Mərkəz gündə rəngini dəyişir, məni görür. Onun heç nəyini görmür. Bizdən quş tüfəngini yığışdırıb, amma erməninin topunu görmür. Əslində, əsərin orijinalında erməni vəhşiliyindən də danışır. Amma sizə verilən hissədə, dərslikdə belə bir şey yoxdur. Dərslikdə onu çıxarıblar. Erməninin topu, erməninin insanları qırmağından da danışır. Amma bu yoxdur. Və daha sonra xəcalət hissəsi gəlir. Daha sonra İlham Fərizə hissəsi gəlir. Bunlar isə lazım deyil deyə demirəm. Burada İlhamın necə şəhid olmağından danışır. Tək bunlar deyil. Həm də orada məsələn 20 yanvar zamanı şəhid olanlardan bəzilərinin adları var. Tutaq ki, Fərizə ilə yanaşı, İlhamla Fərizə ilə yanaşı Larisa var. Düzdür, Fərizə şəhid olmayıb, amma yenə də şəhidlər xiyabanında dəfn edilib. Burada Larisa'nın, Süreyyanın yaşlı qadını 77 yaşında Süreyya nənə var idi. Onu da öldürüblər. Baba müəllimin, Aleksandr Marxevkanın, bunların hər biri, eyni zamanda Hidayətin, bunların adları çəkilir həmin bu əsərdə. Amma yenə deyirəm, bu hissələr bizə düşməyəcəyi üçün mən sırf sizə hansı hissələr düşəcəksə onları deyirəm. Daha sonra deyir ki, çadırlar quruldu kənddə, şəhərdə. Bəlkə məlhəmidir matəm bu dərdə. Döndü yas evinə bütün məmləkət, kasıb ocaqda da qazan asıldı. Baxın, yas saxlayır millət. Səsli qızdan məsələn fərqi nədir bunun? Orada millət yas saxlamağa heç imkan tapa bilmir, imkan vermirlər. Deyirlər ki, gülməlisən, ağlamaq yoxdur. Amma burada yas saxlaya bilir millət. Çünki bu real bir hadisələrdir. Yası matəmi ilə çarəsiz millət elə bil qatildən intiqam aldı. Deməli, matəm saxlamaqla, yas saxlamaqla sanki qatildən intiqam alır. Gücsüzün aldığı intiqama bax, zorun qarşısında sustuq hamımız. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. Canlı da, cansız da ağlayır bugün. Matəm içindədir ölkə büsbütün. Qızıl qərənfilə qara bayraqlar, qızıl qərənfillə qara bayraqlar xalqın kədərinə birgə qan ağlar. Matəm saxlamağın göstəriciləri var burada.
və hətta ən kasıb ocaqda belə, ən kasıb insan belə şəhidlərimizə yas saxlayır. Şəhidlərimizin kədərinə üzülür. Və eyni zamanda burada gücsüzün qarşısında sustuğumuzu bildirir müəllif. 40 gün yas saxlamaq, yəni susmaq demək, susaraq, yas saxlayaraq biz öz haqqımızı neynəmişik tələb eləməyə çalışmışıq. Haqqımızı bu cür, haqqımızın tapdalandığını bu cür ifadə etmişik. Təbii ki, şəhidlərimizə 40 gün işə çıxmadan yas saxlayaraq. Bu da oldu bizim bu hissəmiz. Baxın, hansı hissədən söhbət gedir? Axı biz neynəmişdik hissəsinin davamı kimi verilib bu hadisə. Şəhidlər hissəsində isə burada qatil gülləsinə qurban gedərkən hamımızın əzbər bildiyimiz şeir var. Burada lirik təsvirlərə daha çox yer verilib. Lirik təsvirlər genişdir. Burada deməli, gəlin ümumiləşdirək indiyə qədər dediyimiz hər bir şeyi. Deməli, burada xalqın çarəsizliyi, fəryadları canlandırılır. Eyni zamanda 20 yanvar gecəsi, həm də səhəri gün baş verən hadisələr müəllifdə təəssüf hissi doğurur. Atalarla övladlarının mübarizəsinin mahiyyəti fərqləndirilir. Atalar Rusiya uğrunda can verirdilər, övladları isə vətən uğrunda canlarından keçməyə tərəddüd etmirlər. Amma əgər desək ki, övladlar atalarının milli varlıq uğrunda mübarizəsini davam etdirir, bu səhv fikir olar. Xalqın çarəsizliyi, fəryadları canlandırılır dedik və səhəri gün işğalçı rejim faciənin izlərini silməyə çalışır. Eyni zamanda dünyadan gizlətməyə çalışır, çünki sərf eləmirdi bu. Hətta siz dərs hekayəsini oxumusunuzsa, orada da görə bilərsiniz. Yəni 100-dən çox olanda BMT onu qəbul eləyir. Faciə kimi və s. və əlaxır. 20 yanvar gecəsi xalqın birlik bərabərliyi müəllif tərəfindən təqdir olunur. Çünki onlar baş verən faciənin dəhşətinə baxmayaraq öz canlarını qurtarmağı dərdinə düşmürlər, bir-birlərinin yardım edirlər. Və 20 yanvar şəhidlərinin canlarından keçməyinin nəticələri nələr olur? Xalqın qəlbinə salınmış o qorxunu məhv eləyirlər. Xalqa cəsarətli olmağın önəmini başa salırlar. Azadlığın qan bahasına əldə edildiyini göstərirlər. Yəni, azadlıq bizə öz-özünə verilmir. Azadlığın bu millətin haqqı olduğunu bütün dünyaya göstərirlər. Sonra 3 rəngli bayrağımızı öz qanları ilə göylərə çəkirlər. Eyni ideya, yəni azadlığın millətin haqqı olduğunu biz İstiqlal marşı ilə də müqayisə eləyə bilərik. Orada da haqqıdır, haqqa tapan millətimin istiqlal deyir. Yəni azadlıq. Və 3 rəngli bayrağımızı öz qanları ilə göylərə çəkirlər. Yəni Azərbaycan xalqının milli varlığını yaşatmaq üçün, kölə olmadığını sübut etmək üçün belə bir yolda can qoyurlar. Şəhidlər həm Nəsiminin, həm də Babəkin xeyir duasını alırlar. Şəhidlər dəfn mərasimində də yer verilir. Orada insanlar dənizə, tabutlar qayığa bənzədilir. Xalq bütünlüklə şəhidləri son mənzilinə əllərində qərənfillə yola salırlar. Və 20 yanvar şəhidlərini 1918 şəhidləri qarşılayır. Biz neynəmişdik sualı ilə baş verənlərə müəllif cavab tapmağa çalışır. Xalq baş verən faciənin dəhşətini sorğuya çəkmək istəsə belə buna nail ola bilmir. Şəhid olan insanların faciəsinin etirazına qalxmağı bacarmırlar. Gücsüz qalır bu millət. Sadəcə yas saxlayır. İşə getməməklə təsəlli tapmağa, intiqam almağa çalışır. Milli yas elan olunur, fikri yanlış olar. Çünki bu bizim hələ ki azadlığımız deyildi. Azadlıqda olsaydıq milli yas elan edə bilərdik. Sadəcə insanlar öz evlərində şəhid olmuş insanların yasını saxlayırlar. Xalqın yas içində olduğunu göstərən simvolik əşyalar da var. Burada məsələn qara bayrağı olsun, qərənfil olsun. Burada həm belə deyək, nikbin ruh, həm də gələcəyə dərin inam əksini tapıb, müəllif inanır ki, şəhidlərin təməlini atdığı azadlıq toxumu cücərəcək. Gözlənilən müstəqillik əvvəl-axır gələcək.
Qatil gülləsinə qurban gedirkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Bəzən göylərinə yazır bunu, amma torpaqdır. Torpağına çəkdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü kamına çəkdi şəhidlər. Zalım öz zülümlə öyünməsin. Rusların təbii ki nəzərdə tutur. Böhtanları ilə, şəri ilə öyünməsin. Həqiqət uğrunda həqiqəti əldə eləmək üçün, həqiqəti göstərmək üçün şəhidlər deməli neynirlər? Şənbə gecəsi şəhid olurlar, öz canlarından keçirlər, ölümü kamına çəkirlər. Mümkünə döndərdik deyir şənbə gecəsi çox namümkünü. Qəlbindəki qorxu mülkünü xalqın o gecə şəhidlər neynir? Söküb dağıdırlar. Tarixi diləyimizdə yaşadıb yumruğa dönmüşük o gecə. Yəni bir yumruq nədir? Vahid olaraq birləşmişik. Neynəmişik? Tarixi yaşadaraq öz beynimizdə o tarixi birliyimizi, vahidliyimizi nəzərimizdə saxlayaraq Babəki, Nəsiminin, Cavanşirin ideallarını beynimizdə saxlayaraq neynəmişik? Babək olmasın, məsələn, Bəndər olsun, Usta Bəndər olsun. Sonra o hansısa rejimlərə qarşı savaşan o qaçaqlar ki var, onlar olsun, onlara dəstək olan xalqımız olsun. Bunların hər birini özdə bizim şanlı, şərəfli tariximizi beynimizdə saxlayaraq neynəmişik? Yumruğa dönmüşük. Köləliyi ürəyimizdə yıxıb cəsarət mülkünü tikmişik. Bunu şəhidlər eləyib. Onlar susturulan haqqı dindirər. Onlar qaraca torpağı qiymətləndirər. Donan vicdanları qeyrətləndirər. Axı el qeyrəti çəkdi şəhidlər. Dözdü hər zillətə. Bu cümlə çox təsirli bir cümlədir. Çox, necə deyim, insana təsir edir ki, el qeyrəti çəkdi şəhidlər. Bəzən bizim döyüşə gedən əsgərlərimiz olur. Bəzən hərbçilərimiz olur. Deyirlər ki, bizim torpaqlarımız əgər tapdaq altındadırsa, mən necə namusdan danışım axı. Bizim namusumuz tapdalanıb, torpaqlarımız işğal altındadır. Belə deyərək gediblər 2-ci Qarabağ müharibəsi zamanı da və həqiqətən də öz qanları ilə, öz fədakarlıqları ilə, öz canları ilə bizim azadlığımızı əldə eləyiblər. Azadlıq həqiqətən də qanla əldə olunur. Heç kəsə azadlıq vermir. Dözdü hər zillətə, dözdü hər şeyə, dünyada mənim də haqqım var deyə, kütləni xalq eləyən müqaviləyə, qanı ilə qolunu çəkdi şəhidlər. Kütləni xalq eləyən müqavilə. Yəni bir var kütlə, sadəcə kütlə. Adı xalq deyil, millət deyil. Amma həmən bu kütləni xalq eləyən müqavilə burada məcazi mənada təbii ki, kütləni xalqa çevirən müqavilə şəhidlər tərəfindən imzalanır. Yəni dünyada bizim də haqqımız var. Vaxtilə çox dözmüşük hər şeyə, amma artıq dözüm zamanı deyil. Eyni ilə dözüm zamanı deyil, İstiqlal poemasında da var idi. Məftil əriməz deyirdi, amanla, ahla. Qanı ilə qolunu çəkir şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyri şəri ilə. Torpağın bağrına cəsədləri ilə azadlıq toxumu əkdi şəhidlər. Azadlıq toxumunu əkiblər. Demək ki, müəllif inanır ki, azadlıq bir zaman gələcək. Şübhəsizdir ki, parlayacaq Rəsulzadə demişkən. Burada isə Şəhidlər Xiyabanının təsviri var. Gəlin yenə ümumiləşdirək bütün məsələləri, dediklərimizi. Deməli, burada həm də təbiətlə 20 yanvar hadisələri vəhdətdə verilir, fikri verilə bilər sizə. Bilin ki, o da səhvdir. Təbiətlə 20 yanvar hadisələri vəhdətdə verilmir. Təbiət onlara yas saxlayır, bu da səhvdir. Bu səsli qıza aid ola bilər. Müəllif deməli inanır gələcəyə və azadlıq millətin haqqıdır ideyasını səsləşdiyi əsərlərdən biridir bu. İstiqlal poeması olsun, İstiqlal marşı olsun, burada da ortaq cəhət olaraq götürə bilərik. Tökülən qanlar hədər getməyəcəyinə dərin inam var ideyası. Türkün nəğməsi İstiqlal marşı ilə ortaq cəhətdir. Şəhid qanı azadlığın xəbərçisi hesab olunur ideyası da əsərin ümumi məzmununu ifadə eləyir.
Burada qatillərə hər kəsin nifrəti, ümumi xalqın nifrəti öz əksini tapıb fikri bu əsərə aid edilir. Əhməd Cavadın Səsli Qız əsərinə aid edilir. Amma Türkün nəğməsi olsun, İstiqlal marşı olsun, Zeybək qızı olsun, İntiqam olsun, Xurşudbanı Natəvan olsun, bunlara aid edilə bilməz. Gələcək nəsillərə müəllifin dərin inamı var və onlar şəhidlərimizin başlatdığı mübarizənin davamçısına çevriləcək, istiqlalımız uğrunda mübarizə aparacaqlar. Belə.